Salam, hörmətli Azpost istifadəçiləri. Bugün sizi müştəri seç bölməsinin necə işlədiyi ilə tanış edəcəm. İlk növbədə müştəri seçə daxil oluruq. Daxil olduqdan sonra qarşımızda belə bir bölmə açılır. Burada biz müştəriləri, tədarükçüləri, bonus müştəriləri və satıcılarımızı görə bilirik. Burada isə bizim borcumuz olanlar və bizə borcu olanlar seçməklə həmin borcları görə bilirik. İlk növbədə müştəriyə baxaq. Burada müştərilərin adını, telefon nömrəsini, bizə olan borcunu detallı şəkildə göstər bölməsini və sili görürük. Buradan yeni bir müştəri yaratmaq üçün yeninin üzərinə klik edirik. Müştərinin adını daxil edirik. Məsələn, Abdul. Daxil etdikdən sonra onun telefon nömrəsini daxil edirik. Açılış borcu hər hansı bir müştərinin bizim sistemdə işlənməyən bir borcu varsa onu qeyd etmək üçündür. Məsələn, Abdulun açılış borcunu 200 manat qeyd edək. Açılış debitor borcu isə bizim hər hansı bir kontragentə və s. olan sistemə işlənməyən borcumuzu əks etdirir. Yaddaşa yazı vuraq. Beləliklə, Abdul sistemə əlavə olundu müştəri kimi və onun borcu bizə öncədən qalan borcu 200 manat təşkil edir. Burada müştərinin borcunu ödəmək üçün ilk növbədə həmin müştərinin üzərinə klik edirik. Klik etdikdən sonra burada əks olunur və həmin müştəri bizdən yeni məhsul alarsa, məsələn, bizdən telefon alır, bunu yenidən borca yazmaq üçün göndərə klik edirik. Beləliklə, Abdulun hesabına yenidən borc yazmış oluruq. Burada satıcını qeyd edirik və Abdulun yeni borclu olduğu balans 950 manat görünür. Yenidən müştəri seçə daxil olaq və Abdulun borcunu ödəyək. Üzərinə 2 dəfə klik edirik. Klik etdikdən sonra gəlib burada düşür və buradan biz hesab bölməsinə İndi isə Abdulun borcunu necə ödəyəcəyimizə baxaq. Yenidən müştəri seçə klik edirik. Klik etdikdən sonra burada Abdulun üzərinə 2 dəfə klik edirik. Klik etdikdən sonra ödənişə daxil oluruq. Daxil olduqdan sonra Abdulun adı və borclu olduğu məbləğ burada əks olunur. Məsələn, 950 manatın hamısını bizə ödəniş etmək istəyir. Bu zaman bunu gəlir kimi qeyd edirik və saxla düyməsini vururuq. Beləliklə, Abdulun artıq bizə borcu qalmır. Müştəri seç bölməsində tədarükçüyə baxaq. Burada biz müxtəlif tədarükçülərimizi görə bilirik. Yenisini əlavə etmək üçün yenidən adını, telefonunu, açılış borcunu və açılış debitoru qeyd etmək kifayətdir. Yaddaşa yaz vururuq və beləliklə həmin tədarükçüləri yaddaşa yazmış oluruq. Bonus müştəri. Bonus müştərilərimiz burada qeyd olunur. Yeni bonus müştəri yaratmaq üçün burada onun adını, telefon nömrəsini və hansı faizlə bonus aldığını qeyd edə bilərik. Üçüncü isə satıcılar bölməsidir. Burada bizim satıcılarımız əks olunur. Yeni satıcı əlavə etməkdən ötürü yeniyə klik etdik, onun adını yazdıq. Məsələn, Zəhra. Yazdıqdan sonra telefon nömrəsini qeyd edirik. Məsələn, 8976. Burada hansı faizi alacağını qeyd edə bilərik. Yaddaşa yaz vururuq və beləliklə satıcımız sistemə əlavə olunur.